Lerik rayonunun Veri Əlabadı kənd sakini Daşqın Qurbanoğlu Əliyev 44 günlük Vətən müharibəsində iştirak etməsinə baxmayaraq, hələ də veteran statusu ala bilmədiyini bildirir. Şikayətçi Şikayət TV-yə açıqlamasında deyib ki, ona indiyədək nə veteran vəsiqəsi təqdim edilib, nə də qanunla nəzərdə tutulan aylıq 80 manat məbləğində ödəniş verilir. Onun sözlərinə görə uzun müddətdir iş tapa bilmir və heç bir gəlir mənbəyi yoxdur. Maddi vəziyyətinin ağır olduğunu deyən müharibə iştirakçısı hazırda yaşadığı evin də bərbad durumda olduğunu vurğulayır. Evin dam örtüyü çox pis vəziyyətdədir, qar yağsa hər an çökə bilər deyə o bildirir. Daşqın Əliyev əlavə edir ki, ahıl və xəstə valideynlərinə də özü baxır. Ailənin sosial vəziyyətinin getdikcə ağırlaşdığını deyən şikayətçi dəfələrlə müxtəlif aidiyyəti qurumlara müraciət etdiyini, qəbulda olduğunu bildirib, lakin ona yalnız araşdırılacaq cavabının verildiyini, faktiki nəticə olmadığını söyləyir. Müharibə iştirakçısı aidiyyəti dövlət qurumlarından məsələyə ciddi yanaşılmasını və ona qanunla nəzərdə tutulan veteran hüquqlarının tanınmasını xahiş edir. Şikayətiniz varsa bizə göndərin, yayımlayaq.